Qurban Məmmədova cavab. Qurban Məmmədov 2 gündür ki, öz efirində məni şiə düşməni kimi təqdim edir. Məhz o zaman edir ki, bölgəmizdə savaş gedir, indi həssas bir dönəmdən keçirik. Bu həssas dönəmdə məni şiə düşməni kimi efirlərdə təqdim və təbliğ etməkdə Qurban Məmmədovun əsas məqsədi nədir? Nə etmək istəyir? Məni dolayısıyla ustalıqla İrana, şiə qruplarına hədəf göstərib nəyə nail olmaq istəyir? 44 günlük Qarabağ savaşında Azərbaycanda kərimə dövləti qurmaq istəyən kəsimlər şəxsimi hədəfə alıb məni şiə düşməni elan etmişdilər. İrana bağlı müxtəlif şiə qruplar YouTube kanallarında haqqımda şiə düşməni propagandası aparırdılar. Əlbəttə ki, cavab məqaləsi yazdım və bu düşmən təbliğatları yerlə yeksan oldu. Təxribat baş tutmadı. Məsələ burasındadır ki, təxminən 10 il öncə Professor Nəsib Nəsibli ilə Gün.az TV-də elmi bir proqramımız var idi. O proqramda şiəlik, eyni zamanda İslam İrandakı türklərə nə verdi, mədəniyyətimizdə, dövlətçiliyimizdə necə təsir buraxdı mövzusunda müzakirələr aparırdıq. Mən o proqramda dedim ki, mən İslamı müdafiə edirəm, bir mədəniyyət təsəvvürü kimi müdafiə edirəm, lakin mən şiəyə qarşıyam. Şiəlik nəticəsində biz türklər İran içində farslaşdıq, öz türklüyümüzdən uzaqlaşdıq bəs. Mən bir araşdırmaçıyam. Təbii ki, İslam, şiəlik, İran tarixi, türklük kimi mövzularda öz baxışlarım, fikirlərim olacaqdır və bunu yazmaqdan, danışmaqdan da heç çəkinməyəcəm. Türk dünyasının məzhəblərə bölünməsi nəticəsində türk milli gücü parçalandı, zərər gördü. Bir tədqiqatçı kimi də bunu dilə gətirməkdən niyə çəkinim ki? Diqqət edin, mən şiəliyə qarşıyam dedim. Şiəliyə düşmənəm demədim. İran, Fars, şiə qrupları bu çıxışı kontekstdən çıxarıb, videonu kəsib, mən şiəliyin düşməniyəm manşeti ilə YouTube-da paylaşdılar. Əleyhimə böyük əks təbliğat apardılar. İndi bu təbliğatı dolayı yollarla Qurban Məmmədov aparır. Qurban Məmmədov bilsin ki, bütöv Azərbaycan hərəkatının sədri kimi hər zaman İran panfarsist molla rejiminin hədəfində olan şəxslərdən biri olmuşam. İrandakı türklərin haqq və hüquqları uğrunda mübarizə aparmışam, aparacağam. İranda 55 milyon türk var. 55 milyon türkün dövləti, dili, mədəniyyəti əlindən alınmışdır. İran bir türk yurdudur və türk dövləti bərpa olunmalıdır. Bu yüzdən də bu mövqeyimə, bu mübarizəmə görə İran molla Fars rejiminin şəxsimi düşmən elan etməsi anlaşılandır. Anlaşılmaz olan Qurban Məmmədovun mövqeyidir. Sən Qurban Məmmədov, İran Fars molla rejiminin dili ilə mənimlə danışıb, məni şiə düşməni adlandıra bilməzsən. Necə siyasətçisən, necə hüquqşünassan ki, bunun qurama olduğunu indiyə kimi dərk etməmisən. Bir zamanlar efirindən məni talış düşməni elan etmişdin. İndi də şiə düşməni elan edirsən. İran rejiminin ağzı ilə danışırsan. Qurban Məmmədov ABŞ-İran müharibəsi başlayanda mənim yazdığım Siyasal İslamın son təslimiyyəti məqaləmi paylaşmışdı. Görünür, bu məqaləni oxumamış paylaşıb. Məqaləni bir də oxusun. Yazmışam ki, bu savaşda İranın yanındayam. ABŞ İsrailin İrana qarşı işğalçılıq və sömürgə müharibəsini pisləyirəm. İrandakı 55 milyon türkün yanındayam. İrandakı bütün xalqların yanındayam. Yazmışam ki, mən Fars molla rejimini müdafiə etmirəm, lakin İran xalqını müdafiə edirəm. İran bir türk yurdudur. Türk dövlətçiliyi bərpa olunmalıdır. Yazmışam ki, şiə də mənəm, sünni də mənəm, İslam da mənəm, İran da mənəm. İslamı və İranı müdafiə edirəm. Vətənimi müdafiə edirəm. Qurban Məmmədov bu yazımı paylaşıb, lakin mənim yazdığımı, şəxsi mövqeyimi deyil, İrana bağlı qrupların mövqeyini öz efirindən yayır, İranın ağzı ilə məni şiə düşməni elan edir. Yazıqlar olsun. Qurban Məmmədov öz davasında nə qədər səmimidir, bir mənalı fikir deyə bilmirəm. O yüzdən də onun efirindən də, davasından da, üslubundan da uzaq qaçıram. Düşünmürəm ki, o haqqı təmsil edir. Çox vaxt haqqı özünə sərf edən şəkildə ustalıqla əzib keçməyi bacarır. Efiri, YouTube kanalı haqqı qorumaq əvəzinə şəxsiyyətləri linc edən məkana çevrilib. Mənim yolum Qurban Məmmədovun yolundan fərqlidir, ayrıdır. Fikirlərim Qurban Məmmədovun fikirlərindən fərqlidir. Qurban Məmmədov öz efirindən dəfələrlə bəyan edib. Yasəmən Qaraqoyunlu Sabir Rüstəmxanlının dostudur. Qurban Məmmədov bilsin ki, mən DAQ Strateji Araşdırmalar Mərkəzinin sədri olmuşam. İrandakı türklərin haqq mübarizəsinə dəstək vermək məqsədi ilə Əbülfəz Elçibəylə, Arif Rəhimoğlu ilə, Əli Şamillə, Sabir Rüstəmxanlı, Nəsib Nəsibli, Firudun Ağasıyoğlu ilə birlikdə çiyin-çiyinə uzun illər mübarizə aparmışam. Proqramlar, konferanslar təşkil etmişəm. Və İrandakı türklərin davasını, siyasi haqlarını qorumaq mübarizəmin 30 illik bir tarixi var. Bunu dövlətimiz də bilir, millətimiz də bilir, müxalifətimiz də, iqtidarımız da.
Əlbəttə, Türk milli davasının əsas simalarından biri olan Sabir Rüstəmxanlının dostuyam və onunla birlikdə çox saylı konferansların, siyasi fəaliyyətlərin, fikirlərin altına imza qoymuşam. Sabir Rüstəmxanlı azadlıq hərəkatının liderlərindən biridir. Türk milli fikrinin, düşüncəsinin formalaşmasında, inkişafında böyük əməyi keçən ziyarılardan biridir. Əlbəttə, bu böyük davanı aparan Sabir Rüstəmxanlı ilə dost olacağıq. Eyni zamanda mən yalnız Sabir Rüstəmxanlı ilə dost deyiləm ki, 30 illik bir mübarizə tarixim var və keçdiyim bu yolda Türk dünyasının hər tərəfində yüzlərlə dostum var, əlaqələrim var, məsləkdaşım var. Siyasi hakimiyyətə münasibətdə Sabir Rüstəmxanlının öz mövqeyi var, mənim də öz mövqeyim var. Azərbaycan iqtidarının bir çox siyasətləri haqqında mövqelərimiz bugün də üst-üstə düşmür. Lakin biz bir-birimizin siyasi mövqeyimizə sayğı bəsləyirik, dözüm göstəririk. Demokratiya bu deyilmi? Demokratiya fikir və seçim azadlığı deyilmi? Demokratiya ziddiyyətlərin bir arada yaşaması, uzlaşması deyilmi? Sabir Rüstəmxanlı demokratdır. Çünki alternativ fikirlərə dözüm göstərə bilir. Qurban Məmmədov isə demokrat deyil, alternativləri linc edir. Fərq bax buradadır. Əslində Sabir Rüstəmxanlı yox, məhz Qurban Məmmədov Əliyevlər iqtidarının prototipidir. İqtidarda alternativləri linc edir, yox edir, Qurban Məmmədov da. Demokratiya, alternativlərin linc edilməsi deyil, alternativlərin bərabər yaşaya bilməsidir. Qurban Məmmədov inqilabçıdır. Çağırışlarından görünür ki, kəskin inqilabi dəyişiklik etmək yoluna üstünlük verir. Lakin unudur ki, hər inqilab özündən sonra yeni bir inqilab doğurur. İnqilab dəyişim yox, qan deməkdir. Sabir Rüstəmxanlı inqilab yolunu tutmayıb, qan tökülməsi yolunu tutmayıb, maarifçidir. Toplumu siyasi baxımdan eğitərək, yetişdirərək, milli bilinci inkişaf etdirərək dəyişim yaratmağa üstünlük verən şəxsdir. Mən də bu siyasi üslubu daha çox təqdir edirəm və Orta Doğu ölkələrinə qan və xaos gətirən hər türlü inqilablardan nifrət edirəm. ABD, AB, Rusiya, İrandan ölkəmə ixrac edilən hər cür inqilabların əleyhdarıyam. Mənim iqtidarımız haqqında mövqeyim açıqdır və hər kəsə bəllidir. Mən özümü dərk edəndən bəri dövlətə xidmət edirəm. Hakimiyyətə, iqtidara yox. Bilirəm ki, bütün iqtidarlar, hakimiyyətlər keçicidir. Biri gedib, biri gələcək. Dövlət isə qalıcıdır. Və Sabir Rüstəmxanlı kimi bir ziyalını da bu iqtidar çərçivəsinə sığışdırıb dəyərləndirmək bilgisizlikdir. Sabir Rüstəmxanlı iqtidarın çərçivəsini də, Azərbaycanın çərçivəsini də aşmış ədibimizdir, siyasət adamımızdır. Qurban Məmmədov isə hələ də Azərbaycan çərçivəsində qalib. Dağıdaraq, yıxaraq, linc edərək, ədalətli dövlət və vətən qurmağa çalışır. Lakin unudur ki, ədalət uğrunda ədalətsiz mübarizə aparmaq mümkün deyildir. Bir ədalətsizlik arxasınca yeni bir ədalətsizlik doğurur. Önəmli bir not. İkinci Qarabağ savaşına qədər bütün varlığımla Əliyevlər iqtidarına qarşı olmuşam. Əslində bugün də bir çox siyasətlərini qəbul etmirəm, tənqid edirəm. Lakin bu iqtidarın müsbət uğurları da var. Qarabağın işğaldan azad edilməsi, Qərbi Azərbaycana qayıdış siyasətinin qurulması, TDT-nin qurulması bu iqtidarın ən böyük uğurudur. Bunu deməkdən də çəkinmirəm. Bu iqtidardakılar da Azərbaycanın övladlarıdır. Azərbaycanı Rus işğalından azad etdilər və Rusiya orbitindən uzaqlaşdırdılar. İndi bunu deməklə, təqdir etməklə mən satqın oluram. Yenə önəmli not. Mənim haqqımda ən pis yazılar çap etdirən, niyə mən pantürkçülük edirmişəm deyib məni sorğulayan, aşağılayan qəzət də Hürriyyət qəzeti olub. Hürriyyət Əlisə Nicatın dili ilə məni tənqid edirdi ki, niyə mən dilimizə türk dili, millətimizə türk deyirəm? Niyə mən Türkiyə ilə Azərbaycanın konfederativ birlik qurmasına çağırış edirəm? Sonra şəxsimə başqa hücumlar da oldu. Belə ki, iddia edildi ki, əgər mən deyirəmsə ki, Azərbaycan əhalisinin 92% türkdür, Azərbaycan bir türk dövlətidir, deməli o halda Talış, Ləzgi, Saxur düşməniyəm. Güya mən türk deyəndə Azərbaycanda yaşayan azsaylı etnik qrupların düşməni olurmuşam. Sonra üzərimə yeni bir linc etmə dalğası gəldi. Aylarla Talış düşməni pantürk deyib şəxsimi linc etdilər. İllərdir Talış separatçıları hər yerdə şəxsimi linc edir, təhqir edir. Özümə türk dediyim üçün Azərbaycanda nə qədər təzyiqlərə, hücumlara məruz qaldığımız sözlə təsəvvür etmək mümkün deyil. Məsələ burasındadır ki, mən Ramiz Mehdiyevin uydurduğu türksüz Azərbaycançılığa boyun əymədim. Elmi cəhətdən bu qurama Rus Azərbaycancılığını çüyütdüm, darmadağın etdim, qarşı çıxdım. Bu fəaliyyətimə, çıxışlarıma görə də təzyiqlərə, təhqirlərə məruz qaldım. Sonra haqqımda Rusiyada məqalə çap etdirdilər. Bu pantürkist amiyada niyə işləyir?
Bu pantürk Türkiyə və Azərbaycanı birləşməyə çağırır. Bu pantürkist amiyadan xaric edilməlidir kampaniyası başlatdılar. Sonra məni Ramiz Mehdiyevin əli ilə Fəlsəfə İnstitutundakı Rus, İran KGB casuslarının çağırışları ilə işdən çıxartmaq istədilər. Bir günlük çıxartdılar da. Lakin dövlət özü bunun qarşısını aldı. Qurban Məmmədov da bu hayküyün ortasında efirində məni Talış düşməni adlandırıb sorğu-suala çəkirdi ki, sən niyə türk deyib Talış qardaşlarımızı incidirsən? Belə, Qurban Məmmədov da bu kampaniyanın içində olmasın. Azərbaycanda türk demək, Rus dövlətinin və Fars-İran molla rejiminin altını qazmaq deməkdir. O yüzdən də türk sözündən də, türkdən də qorxurlar. Çünki Rusiya Federasiyasının 22 federasiya subyektinin 21-i türkdür. Çünki İran əhalisinin 50-60% türkdür. Yaxşı bilirlər ki, türklər əvvəl-axır öz dövlətinə sahib çıxacaqlar. Rusiyada da, İranda da. Bax, bunu bildikləri üçün də şəxsimi hədəfə almışlar. Qurban Məmmədov hüquqşünasdır. Azərbaycan tarixini, türk tarixini yaxşı bilmir və Azərbaycanın gələcəyi haqqında aydın vizyon çizə bilmir. Vizyon belirləmək onun işi deyil. Sabir Rüstəmxanlı da mən də bilirik ki, iqtidar müxalifət məsələləri bizim iç məsələlərimizdir və Türk milli davası iqtidar müxalifət davasından daha böyükdür. Biz də Sabir Rüstəmxanlı ilə bu böyük dava müstəvisində əməkdaşlıq edirik və milli davamız haqqında, millətimizin gələcəyi haqqında bizim aramızda heç bir fikir ayrılığımız yoxdur. Eyni zamanda mən Azərbaycanda yab istisna olmaqla, milli azadlıq hərəkatından çıxmış bütün partiyalarla və liderlərlə də əməkdaşlıq edirəm. Bütün qapılar üzümə açıqdır. Bu milli davamızın aparılmasında səmərəliliyi artırır. Əməkdaşlıq və dialoq hər bir halda xeyirlidir. Bunu Qurban Məmmədov anlamır ki, təəssüflər olsun ki, öz içimizdə o qədər nadanlar var ki, İran Fars molla rejimindən daha təhlükəlidirlər. Bizi öz nadanlarımız vurur. Çox təəssüf edirəm. Əziz dostlar, ABŞ-İran müharibəsi başladığı zamandan günümüzəcən çoxsaylı yazılar yazmışam. Səhifəmi incələyə bilərsiniz. Mövqeyim Türk millətinin mövqeyidir. Siyasi görüşlərim, savaşda sərgilədiyim mövqeyim açıqdır, dürüsttür. Dost da bilsin, düşmən də.